Salam əziz şagirdlər. Bu videoda mən 02.06.2019-cu il tarixində 9-cu siniflər üçün keçirilmiş olan buraxılış imtahanının izahını verəcəm. İzaha keçmədən öncə nəzərinizə çatdırmaq istəyirəm ki, kanalımın aktivliyini yenidən bərpa etmək üçün dostlarınızla paylaşa bilərsiniz, şərhlər yaza bilərsiniz və mənə dəstək ola bilərsiniz. Vaxt itirmədən gəlin başlayaq birinci sualdan. Birinci sualda deyilir ki, perimetri 32 sm olan kvadratın sahəsini tapın. Perimetr necə tapılır? Kvadratın perimetrini tapmaq üçün 4A düsturundan istifadə edirik. P bərabərdir 4A. Perimetri 32 verdiyinə görə perimetrin yerinə yazıram 32. Burada A-nı tapsam 32 bölünsün 4 olacaq 8. Tərəf 8-dirsə o zaman sahəni tapmaq üçün A kvadratı düsturundan istifadə edirəm. 8-in kvadratı 8 vur 8 eləyəcək 64. Sonra ikinci suala keçirik. İkinci sualda isə bizə deyilir ki, 67-nin kvadratı çıxılsın 33-ün kvadratı bölünsün 34 ifadəsini hesablayın. Bu kvadratlar fərqi düsturudur. Baxın, A kvadrat çıxılsın B kvadratı bərabərdir. A çıxılsın B vurulsun. A üstəgəl B. Bunu tətbiq edəcək. 67-nin kvadratı çıxılsın 33-ün kvadratının əvəzinə. 67 çıxılsın 33 vurulsun. 67 üstəgəl 33 yazıram. Məxrəcdə isə 34. O da bərabərdir. 34 vurulsun. Buradan 100 bölünsün 34. Bunlar ixtisar gedir. Cavab olur 100. Üçüncü sualda nə deyilir? Kör bucağın təpəsindən çıxan şüa onu 50 dərəcə və 60 dərəcə olan iki bucağa ayırır. Tutaq ki, belə bir kör bucaq çəkirik. Daha qəşəng çəkək. Belə bir kör bucaq çəkirəm. Şua onu 50 dərəcə və 60 dərəcə olan iki bucağa ayırır. O zaman belə çəkək. Bura olsun 50 dərəcə, bura olsun 60 dərəcə. Bizdən nəyi soruşur? Bizdən elə kör bucağın özünü soruşur. Çox sadə sualdır. Üzr istəyirəm. Ümumi bunların toplamını tapırıq. 50 üstəgəl 60 eləyəcək 110 dərəcə. Sonra dördüncü sualda nə deyilir bizə? Dördüncü sualda deyilir ki, 2 ədədin cəmi 20, fərqi isə 14 olarsa onların hasilini tapın. Ədədləri bilmirəm. Biri olsun x, biri olsun y. Cəminə 20 deyirik. X çıxılsın y isə 14 deyirik. X vurulsun y-i tapmaq tələb olunur. İstənilən üsulla həll edə bilərsiniz. Əvəz etmə metodundan da yazmaq olar. Tərəf-tərəfə toplama ilə də olar. Tərəf-tərəfə toplasam, müsbət y ilə mənfi y gedər. X-dan x-in cəmi 2x bərabərdir. 20 üstəgəl 14. 2x bərabərdir 34-ə. X bərabərdir 34 bölünsün 2, 17. Ya birinci tənlikdə, ya ikincidə yerinə yazırıq. 17 üstəgəl y 20-yə bərabərdirsə, y-i buradan tapıram. 20 çıxılsın 17, y də bərabərdir 3-ə. Deməli, bizdən hasilini soruşur. X vurulsun y, 17 vurulsun 3 olacaq 51. Sonra 5-ci sual. 5-ci sual ədədi silsiləyə aid bir sualdır. Deyir ki, ədədi silsilədə A3 bərabərdir 7-yə, D isə 4-ə bərabərdir 8-ci həddini tapın. Ədədi silsilənin n-ci hədd düsturunu yazıram. AN bərabərdir A1 üstəgəl n çıx 1 vurulsun D. Və yaxud da AN bərabərdir AK üstəgəl n çıxılsın K vurulsun D. Bu nə deməkdir? Mən bu düsturdan istifadə edəcəm. Məndən 8-ci həddi A8-i soruşur. Ona görə də yazıram ki, A8 bərabərdir. Bizdə verilən hansıdır? A3-dür. A3 üstəgəl 8 çıxılsın 3 vurulsun D-nin yerinə də 4 yazıram. A3'ün yerinə 7 verilibdir. 8 çıxılsın 3, 5 vurulsun 4. Bu da eləyir 27. Cavab olur C variantı. Yəni bu nə deməkdir şagirdlər? A8 bərabərdir. A3 üstəgəl 5 vurulsun D. Yəni baxın, burada A-nın indeksi ilə D-nin əmsalının cəmi buradakı ədədə bərabər olmalıdır. Sonra 6-cı sualda nə deyilir?
Deyilir ki, funksiyanın sıfırlarını tapın. Ümumiyyətlə şagirdlər, funksiya deyəndə y başa düşülür, arqument deyəndə x. Funksiyanın sıfırları deyirsə, y-i sıfıra bərabər götür, həll elə. Yəni 3x çıxılsın 18 bərabərdir 0. Mənfi 18-i digər tərəfə keçirdirəm, olur müsbət 18. X də bərabərdir 18-i bölürəm 3-ə 6. Cavab olur 6. Sadə sual idi. Sonra 7-ci suala baxırıq. 7-ci sualda yenə x kvadrat çıx y kvadratının yerinə x çıxılsın y, x üstəgəl y yazıram. Baxın, burada aşağıda da bizə nə veribdir? X çıxılsın y 3-dür. Bunun yerinə 3 yazıram. X üstəgəl y bərabərdir 33. X üstəgəl y bərabərdir 11 yazıram. X çıxılsın y də 3-ə bərabərdir. İndi bunları alt-alta toplasaq, müsbət y mənfi y islah olunacaq. 2x bərabərdir. 11 ilə də 3-ü toplasam 14. X də bərabər olacaq 7-yə. Əgər x 7-dirsə, ya birinci, ya ikinci tənlikdə yerinə yazıram. 7 üstəgəl y 11-dirsə, y də bərabərdir 4-ə. X vurulsun y də olur 28. Sonra burada gəldik 8-ci suala. 8-ci sualda deyir ki, verilmiş ədədlərdən neçəsi sadədir? Elə bunun üzərində baxaq. Birinci deyək, sadə ədəd nədir? 2 dənə böləni olan ədəd sadə ədəddir. Yəni 1-ə və özünə bölünən ədədləri seçməliyik. 2, 29, 13. 1 nə sadə, nə mürəkkəbdir. 21 mürəkkəbdir. 1-ə, 3-ə, 21-ə, 7-yə bölünür. 17 də sadədir. Deməli olur 4 dənəsi. Sonra gəldik 9-cu suala. Deyir ki, Malik 300 səhifəlik kitabın 40%-ni, daha sonra isə 5-də 2-sini oxudu. 300-ün 40%-ni tapıram. Ədədin faizini tapanda, ədədi faiz göstərəndə də vururam, 100-ə bölürəm. Bunlar ixtisar gedir. 3 vurulsun 40-da 120 səhifə. Daha sonra 5-də 2-sini oxudu. Yəni 300-ün 5-də 2-sini tapıram. Bunlar ixtisar gedir. 5-ə bölsəm burada bir 60. 60 vurulsun 2-də 120 səhifədə sonra oxuyub. Ümumi 240 səhifə oxuyubdur bu adam. 300 səhifədən 240-ı çıxanda qalır 60 səhifə. Olur D variantı. Sonra deyilir ki, bu ədədlərdən neçəsi rasional ədəddir? Baxaq. 0 tam dövrdə 5 ədədi. Mən bu ədədi 9-da 5 kimi göstərə bilərəm. Bu rasionaldır. Kök 7-dən tam kök çıxmır. İrasionaldır. Y irasional ədəddir. Kök altında 0,64-dən aydın məsələdir ki, 0,8-in kvadratı deyirik. Kvadratla kök bir-birini apardı. 0,8 çıxdı. Bu da rasionaldır. Sonra pi ədədi irasional ədəddir. Təqribən 3,14-ə bərabərdir. Kök altında 0 tam dövrdə 9. Mən bunu 9-da 4 kimi yaza bilərəm. Saf dövr onluq kəsirdir. Buradan da 3-də 2 alınır. Bu da rasionaldır. Bu da rasionaldır. Bu da və bir də sinus 30-u veribdir. Sinus 30 da 2-də 1-ə bərabərdir. Bu da rasionaldır. Deməli 4 dənəsi rasional ədəd olur. Sonra 11-ci suala baxırıq. İfadəni sadələşdirmək tələb olunur. Sadə sualdır. Deməli burada nə edirik? Mənfi 5x-in kvadratı y-in kubunun kubu ifadəsini sadələşdirirəm. Bunun üçün mənfi 5-in kubu, x kvadratının kubu, y kubunun kubu yazıram. Buradan isə alıram mənfi 125 vurulsun, x üstündə 6 vurulsun, y üstündə 9. Bu da hansı variant olur? Deməli D variantı. Sonra 12-ci suala baxırıq. Deyir ki, şəkildəki A və B kvadratlarının sahələrinin cəmi 41 kvadrat santimetrdir. Kvadratların tərəfləri natural ədədlərlə ifadə olunarsa, böyük kvadratın perimetrini tapın. Tutaq ki, bu A-dır, bunun da tərəfi B-dir. A kvadratı üstəgəl B kvadratı 41-ə bərabərdir. Böyük kvadratın perimetri soruşur. Seçmə üsulundan tapa bilərik. Məsələn, tutaq ki, A-ya 1 desəm, natural ədədlərlə ifadə olunubdur. 1 desəm, onda 1-in kvadratı üstəgəl B-nin kvadratı bərabərdir 41. B kvadratına 40 düşür. B kvadratı 40-dırsa,
40-dırsa, B-ni tapmaq üçün kökə salıram. Kök 40-da da tam ədəd çıxmır. 2 qiymətini versəm 2-nin kvadratı 4, 41-dən 4 çıxanda 37. 37-dən tam kök çıxmır. 3-ün kvadratı 9, 41-dən də 9-u çıxanda eləyir 32. 32-dən də tam kök çıxmır. 4-ün kvadratı desəm, 4-ün kvadratı 16, 16 üstə gəl B kvadratı 41-ə bərabərdir. B-nin kvadratı da 41 çıx 16, yəni 25-ə bərabərdir. B də buradan 5 alırıq. Natural ədəd, yəni kök altında 25 yazıram. O da alınır 5. Böyük kvadratın perimetri deyir. Böyük kvadratın tərəfi 5-dirsə, onda perimetrini tapmaq üçün də 5-i 4-ə vururam. Eləyir 20. Bu da belə. Sonra 13-cü sualda deyilir ki bizə 9 kök altında 2 ədədinin tam hissəsini tapın. 9 kök altında 2 ədədinin tam hissəsini tapmaq üçün burada kökün dərəcəsi 2-dir. Ona görə 9 ədədini kökün içərisinə saldığımız zaman ikinci dərəcədən qüvvətə yüksəldib kökün içərisinə yazırıq. 9-un kvadratı 81 vurulsun 2 eləyir kök altında 162. İndi baxıram ki kök altında 162 ədədi hansı iki ədədin arasında yerləşir ki tam kök çıxarda bilər. Kök 144 ilə kök altında 169. Buradan 12 alınır. Buradan da 13. 12 tam neçəsə alınır. Tam hissəsi də olacaq 12. B variantı. Sonra 14-cü suala baxırıq. Rahat sualdır. Kök 25-dən 5 çıxır. Kök 49-dan da 7 çıxır. 5 üstə gəl 7, 12, 2-yə də böləndə 6. Sonra 15-ci suala baxırıq. 15-ci sualda bizə nə deyilir? Bərabərsizliyi həll eləmək tələb olunur. 4x çıxılsın 12 kiçikdir bərabərdir 0. Mənfi 12-ni buradan alıram, keçirdirəm digər tərəfə. O zaman mənfi müsbətə çevrilir. Hər tərəfi 4-ə bölürəm. Müsbət ədədə bölürəm deyə bərabərsizlik işarəsini dəyişmir. 4x-i 4-ə böldüm x, 12-ni 4-ə böldüm 3. X kiçikdir bərabərdir 3 o deməkdir ki, mənfi sonsuzluqdan 3-ə qədər intervaldan göstərsək. Və bu mötərizədə daxil olduğunu göstərir. Yazıram burada 3, yəni 3-dən kiçik ədədlər. Variantda özünüz taparsınız. 16-cı sual. Düz xət üzərində A, B, C, D, E, F nöqtələri qeyd edilmişdir. Alınan parçaların sayını tapın. Əslində düz xət çəkib üzərində nöqtə qeyd eləmək olar, amma buna ehtiyac yoxdur. Əgər düz xəttin üzərində, qayda olaraq yazıram. Düz xəttin üzərində n sayda nöqtə varsa, alınan parça sayı n vurulsun, n çıxılsın 1 bölünsün 2 düsturu ilə tapılır. Yəni burada 6 dənə nöqtə varsa, n nöqtə sayıdır. N'in yerinə uşaqlar nöqtələrin sayını yazıram. 6 nöqtə varsa 6 vur, 6 çıx 1 bölünsün 2, 6 vurulsun 5 bölünsün 2, o da eləyir 15. Bu da belə. 17-ci suala baxaq. 17-ci sualda bizdən əbob ilə əkobun cəmini soruşur. Yazaq. Birinci növbədə mən bunu necə yazıram? Sizin hər zaman istifadə elədiyiniz şəkildə. 2-yə böldüm 20, 2-yə böldüm 10, 2-yə böldüm 5, 5, 1. 60-ı da ayırsam 2-yə böldüm 30, 2-yə böldüm 15, 3-ə böldüm 5, 5, 1. Mən bunun əkobunu tapmaq istəyirəm. 40 ilə 60-ın. 40 ilə 60-ın əkobunu tapdığım zaman bütün vuruqlardan istifadə etməliyim. Yəni, məsələn, bu böyük ədədi götürürəm. 2 vur, 2 vur, 3 vurulsun, 5 vurulsun. Burada 2 dənə 2 var. Bir dənə də 2 burada var. Deməli, bu 2-ni də yazıram. 5 vuruğu isə hər ikisində var. Bu da eləyir 120. Əbobu tapanda isə əkobda vuruqların hamısını götürməlisən. Əbobda isə ortaq olanları. Baxıram, ortaq nədir? Bu ikisindən 2 vur 2 yazmırıq uşaqlar. Bir dənə 2 yazırıq. Sonra bax, bu 2 ortaqdır. Bir dənə də 2-ni götürdüm. Bir də 5 ortaqdır. Bir də 5-i ortaq olaraq götürdüm. Bunların hasildə bizə verir 20 ədədini. Deməli, əbob 20 olur. Əkob isə 120. Bunların da cəmi 140. Bu bir
üsulla bunun həllidir. Bir də necə yaza bilərsiniz uşaqlar? Daha sadə yazmaq olar. Bunu silək. Daha sadə bir şifahi də yaza bilərik. Məsələn, əbob nədir? Ən böyük ortaq bölünən. Mən baxıram ki, bunların içində ən böyük ortaq bölünən neçə ola bilər? 40-ın bölənləri 1, 2, 4, 5, 8, 10, 20, 40-dır. 60-ın da bölənlərini bu şəkildə yazıb oradan seçə bilərsiniz. Ən böyük ortaq böləni 20-dir. Əkob ən kiçik ortaq bölünəndir uşaqlar. Məsələn, 40-ın bölünənləri 40, 80, 120, 160 belə davam edir. 60-ın bölünənləri 60, 120, 180 belə davam edir. Ən kiçik ortaq bölünəni də 20-dir. 20 üzr istəyirəm 120-dir. 20 ilə də 120-ni toplayıram, eləyir 140. Və yaxud da belə hesablaya bilərsiniz bunu. Əbob verilib bizə 60 ilə 40. 40 ilə 60-ın ortaq vuruğu 20-dir. 20-ni çıxardıram mötərizə xaricinə. Ay üzr istəyirəm, əbobun xaricinə. Onda burada 2 ilə 3 qalır. 2 ilə 3 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu da uşaqlar 1-ə bərabərdir. Ən böyük ortaq böləni 1-dir. Götürürəm bunun cavabını 20. Eyni şəkildə əkobu axtarsaq əgər 40-dan 60 üçün 20-ni çıxartsaz əkobun xaricinə 20 vurulsun əkob 2 ilə 3. 2 ilə 3 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə, yəni burada 6-ya bərabərdir. 2 vurulsun 3 6, 20 vurulsun 6 da olacaq 120. Yenə də 20 ilə 120-nin cəmi olasıdır 140. Bu da belə. Sonra gəldik digər suala. 18-ci sualda permütasiya 5-dən 2 verib. Bunu biz necə yazırıq uşaqlar? Permütasiya n-dən k şəklində. Əvvəllər belə verilirdi. N faktorial bölünsün, n çıxılsın k faktorial. Əvvəl belə işarə olunurdu. İndi isə belə işarə olunur. Permütasiya n-dən k. Bu şəkildə. Amma düsturda heç bir fərq yoxdur. N-in yerində 5 var. 5 faktorial bölünsün. 5 çıxılsın 2 faktorial. 5 faktorial bölünsün 3 faktorial. 5 vur 4 vurulsun 3 faktorial böl 3 faktorial. Bunlar getdi. Oldu 20. O birisi də kombinezon 6-dan 2. Bunu hesablamaq üçün bax bu düsturu qeyd edin. Bunu hesablamaq üçün belə qəşəng göstərim. Kombinezon n-dən k əvvəllər belə işarə olunurdu. İndi isə belə işarə olunur. Kombinezon n-dən k n faktorial bölünsün. K faktorial vurulsun. N çıxılsın k faktorial yazıram. Bu düsturdan istifadə edirəm. N-in yerində nə verilibdir? 6 verilib. Yazıram 6 faktorial. Qəşəng yazaq. Bölünsün. 2 faktorial vurulsun, 6 çıxılsın, 2 faktorial. O da bərabərdir. 6 faktorial bölünsün, 2 faktorial vur, 4 faktorial. 6 faktorialın yerinə 6 vur, 5 vur, 4 faktorial yazıram. Burada da 2 vurulsun, 4 faktorial. Bunlar getdi. 30'u da 2'ye böləndə 15. 20 ilə də 15'i toplayanda eləyir 35. Deyə bilərsiniz ki, müəllimə, bəs n faktorial nə deməkdir? N faktorial da birdən n-ə qədər olan ədədlərin hasilidir uşaqlar. Məsələn, 0 faktorial 1-dir, 1 faktorial 1-dir, 2 faktorial 1 vur 2, 2-dir, 3 faktorial 1 vur 2 vur 3, 6-dır, 4 faktorial 1, 2, 3 vurulsun, 4, 24'dür. Mən 4 faktorialın yerinə, baxın, 3 vurulsun, 4 vurulsun, 3 faktorial yaza bilərəm. Bundan istifadə eləmişəm yuxarıda. Sonra 19. Bərabər yanlış bucağın təpə bucağı 100 dərəcə olarsa oturacağı biçi bucağını tapın. Xəstəni yadımıza salaq. Bərabər yanlış bucaq verilir uşaqlar bizə. Biz də bilirik ki, bərabər yanlı üst bucağın oturacağına bitişi olan bucaqları bir-birinə bərabərdir. İndi belə göstərməliyik 100 dərəcə olduğuna görə. Qəşəng görünsün. Bura 100 dərəcədir. Bura alfa, burada alfa deyirəm. O zaman 2 alfa üstə gəlir 100 bərabərdir 180 götürürəm. Niyə belə yazdım? Çünki 3 bucağın daxili bucaqlar cəmi 180-dir. Yəqin ki, bunu bilməyən yoxdur. Buradan da alfanı tapsam olasıdır 40 dərəcə.
Sonra uşaqlar 20-ci suala gəldik. 20-ci sualda adi hesablamadır. Sadəcə sən burada nəyi bilməlisən? Sinus 30 dərəcə 2-də 1-dir. Daha sonra sinus 30 dərəcə bərabərdir kosinus 60 dərəcə, o da 2-də 1-ə bərabərdir. Bunu yazıb qeyd dəftərinə götürə bilərsən. Çünki çox qarşına çıxacaq. 4 vurulsun 2-də 1, üstə gəl. 10 vurulsun 2-də 1. Bunlar getdi ixtisar 2, üstə gəl. Bunlar da getdi ixtisar 5. Bu da elədi 7. Sonra 21-ci sual. Ədədi 15-ə böldükdə natamam qismətdə 4, qalıqda 3 alınır. Bu ədədi tapın. Bu qalıqlı bölməyə əsaslanır. A bölü B bərabərdir C. Bu da olsun qalıq. Bölünən A bölünəndir. B böləndir. C natamam qismət. Bu Q da qalıqdır uşaqlar. A-nı tapanda böləni natamam qismətə vurub üzərinə qalığı gəlməliyik. Ədədi 15-ə böldükdə deyir. Ədəd A-dır. A-nı 15-ə böləndə natamam qismətdə 4, qalıqda 3 alınır. Bax, bu yazılışa əsasən bunu yazdım. Buradan da A-nı tapsam, 15-i 4-ə vurub üzərinə 3 gəlməliyəm. Bu da eləyir 63. Ya belə həll edirsən, ya da ki, variantları yerinə qoymaqla yaza bilərsən. Məsələn, 49-u 15-ə böləndə qalıqda natamam qismətdə 3 alınır, qalıqda 4 alınır. 7-ni 15-ə böləndə qalıqda natamam qismətdə 0 alınır, qalıqda 7 alınır. 51-i 15-ə böləndə natamam qismət 3, qalıq olur 6. Bu şəkildə tapa bilərsiniz uşaqlar. Sonra 22-ci sualda bizə deyilir ki, məxrəci 4 faktorial çıxılsın 3 olan neçə ixtisar olunmayan düzgün kəsiri var. 4 faktorial nə deməkdir? 4 vur, 3 vur, 2 vur, 1, 24. Yəni 24-dən 3 çıxanda məxrəci 21 olan neçə dənə ixtisar olunmayan düzgün kəsiri var. Bunu belə deyə bilər uşaqlar. 21-i sadə vuruqlarına ayırsam 3 vurulsun 7 şəklində yaza bilərəm. Biz də bilirik ki, A-dan kiçik olub. Mənə necə ədəd lazımdır? 21-dən kiçik olmalıdır və 21 ilə qarşılıqlı sadə olmalıdır ki, ixtisar olunmasın. Məsələn, 21-də 4 yaza bilərəm. 21-dən kiçik, 21-dən kiçik və 21 ilə qarşılıqlı sadə olan ədədləri axtarıram. Bunu da biz natural ədədlər mövzusunda bilməliyik. Tutaq ki, ədəd verilir A üstü N, B üstü M, C-nin üstündə K. A-dan kiçik olub A ilə qarşılıqlı sadə olan ədədlərin sayı belə tapılır. P bərabərdir. A vurulsun, 1 çıxılsın 1 böl A, 1 çıxılsın 1 böl B, 1 çıxılsın 1 bölünsün C. Baxın, bu dediyimi qayda dəftərlərinizə qeyd edə bilərsiniz. İndi bizdə ədədimiz nəyə bərabərdir? 21-ə. 21 vurulsun, 1 çıxılsın. A-nın yerində bax, vuruq verilib 3. 3-də 1 yazıram. 1 çıxılsın. B-nin yerində 7 verib. 7-də 1 yazıram. Bu da nə deməkdir? 21 vurulsun, 3-də 1-in yerinə 3-də 3 düşünürəm. 3-də 3-dən 3-də 1 çıxıram. 3-də 2 vurulsun. 1-in yerinə 7-də 7 düşünürəm. 7-də 7-dən 7-də 1 çıxıram. 7-də 6. Rahat hesablamaq üçün uşaqlar məxrəci vurun. 3 vur 7 eləyir 21. Burada eləyir 12. Bunlar da ixtisar olundu. Qaldı 12. Deməli, məxrəci 4 faktorial çıxılsın 3 olan 12 dənə ixtisar olunmayan düzgün kəsir var. Sonra 63-cü suala baxırıq. 63-cü sualda bizə deyilir ki, bərabər tərəfli üç bucağın tənbölənləri arasındakı iti bucağın dərdi ölçüsünü tapın. Bərabər tərəfli üç bucaqdırsa bütün bucaqları 60 dərəcəyə bərabərdir. 60-dırsa, ümumiyyətlə bərabər tərəfli üç bucaqdırsa, tənbölən həm hündürlük, həm də mediandır. 62 yerə bölür. Tənbölən bucağı ayırdığına görə 30 dərəcə, 30 dərəcə, buranın da 30 dərəcə, 30 dərəcə olaraq ayırır. Burada bir üçbucaq alınır. Üçbucağın da daxili bucaqlarının cəmi 180 olmasından da tapa bilərsiniz. Bura məsələn alfa desən, 30 üstə gəl, 30 üstə gəl alfa 180, 60 üstə gəl alfa 180-dirsə, alfanı tapırsan 120. Ya da buradan tapa bilərsiniz uşaqlar.
Başqa bir rəng göstərək. Ya da məsələn, baxın bu hissədən tapa bilərsiniz. Bax buradan. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcəyə bərabərdir. Yəni burada 30 ilə betanın cəmi 90-a bərabərdir. Beta da bərabərdir 60 dərəcə göstərə bilərəm. Buranı məsələn 120 tapmışam, amma variantlara da baxırsan ki 120 yoxdur. Çünki 120 kör bucaqdır. Səndən itini soruşur. Əgər 120-ni tapmısansa buranı, qonşusunu da tapmaq üçün, qonşu bucağı da tapmaq üçün 180-dən 120-ni çıxmalısan. Çünki sən bilirsən ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Yəni bu xassədən istifadə elədin. Sonra 24-cü sual. 24-cü sualda deyilir ki, daxilə çəkilmiş bucağın dərəcə ölçüsü 24 dərəcə olarsa, söykəndiyi qövsün ölçüsünü tapın. Daxilə çəkilmiş bucaq nədir? Baxın uşaqlar, bu mərkəz nöqtədir. Əgər belə çəkilsə, mərkəzi bucaqdır. Təpə nöqtəsi mərkəzdədirsə. Daxilə çəkilmiş bucaq isə bax belədir. Daxilə çəkilmiş bucaq 24-dürsə, deyir ki, onun söykəndiyi bir qövsün dərəcə ölçüsünü tapın. Sən də bilməlisən ki, daxilə çəkilən bucaq qövsün yarısına bərabərdir. Söykəndiyi qövsün yarısıdır. Yəni 24 bərabərdir x bölünsün 2. Buradan da x-i tapsan, çapraz vur hesabla 24 vurulsun 2 eləyəcək 48. Sonra 25-ci sual. Tənliyi həll eləmək tələb olunur. Tənliyi yazaq. 7a üstəgəl 6 bölünsün 5 bərabərdir. 3a üstəgəl 10 bölünsün 4. Çapraz vurma metodundan istifadə edirəm. 5 vurulsun 3a üstəgəl 10 bərabərdir. 4 vurulsun 7a üstəgəl 6 yazıram. 5-i 3a vurdum 15a üstəgəl 5-i 10-a vurdum 50. 4-ü 7a vurdum 28a, 4-ü 6-ya vurdum 24. Nə edirəm uşaqlar? Bu 15A-nı buradan alıram, gətirirəm bu tərəfə. 28A, 15A-nın işarəsi müsbətdir burada. Digər tərəfə keçirdən də olur mənfi. 50-ni olduğu kimi yazdım bərabərliyin solunda. Müsbət 24-ü də keçirdim bu tərəfə oldu mənfi 24. Buradan 36 bərabərdir. Burada A-nı unutmuşuq. 36 yox 26 bərabərdir 13A-ya. A-nı da buradan tapsam 26-nı bölürəm 13-ə eləyir 2. Əgər uşaqlar bu boyda hesablama aparmaq istəməsəz, nə edirsiniz? Burada A-nın yerinə 5 qiymətini gətir, yaz yerinə. Düzdür, əslində məsləhət görmürəm belə hesablamağı, amma ən misalda yerinə qoyub hesablaya bilərsiniz. Bərabər olarsa, o zaman deməli doğrudur. Sonra 26-cı sualda nə deyilir bizə? P-ni veribdir, K-nı veribdir. Bu ifadənin qiymətini tapmaq tələb olunur. Sadəcə yerinə yazıb hesablayasısan. 2 vurulsun 3 üstəgəl 8. 3 vurulsun 6 çıxılsın 11. 2 vur 3 6 üstəgəl 8. 18 çıxılsın 11. 14 bölünsün 7. Bu da eləyir 2. Cavab olur D variantı. Sonra 27-ci suala baxırıq. Deyir ki, bu vektorlar verilib. A vektoru 3, 7-dir koordinatları. B vektorunun koordinatları isə 2, 5-ə bərabərdir. Bizdən A vektoru üstəgəl B vektorunun mütləq qiyməti soruşulur. A vektoru üstəgəl B vektorunun koordinatlarını tapmaq üçün baxın uşaqlar, əvvəlcə x gəlir, sonra y koordinatı. Uyğun olaraq toplayıram. Bax 3 ilə 2-ni toplayıram, eləyir 5. 7 ilə 5-i toplayıram. Y-ləri də ayrıca toplayıram. Eləyir 12. Mütləq qiymət nə deməkdir? A vektoru verilib. X, Y. Bunun mütləq qiyməti modulda A ilə işarə olunur. O da bərabər kök altında x kvadrat üstəgəl Y kvadratı. Yəni modulda A bərabərdir kök altında 5-in kvadratı üstəgəl 12-nin kvadratı. O da bərabərdir uşaqlar. Kök altında 25 üstəgəl 144. Buradan da kök altında 169. O da bərabərdir 13 alınır. Sonra 28-ci sual. 28-də deyilir ki, katetlərindən biri 6 cm, hipotenuzu 10 cm olan düzbucaqlı üçbucağın perimetrini tapın. Uşaqlar, dünyanın ən rahat sualıdır. Niyə? Pifaqor ədədlərini bildinsə həll eləyəcəksən. Pifaqor ədədləri nədir? 3, 4, 5.
Ümumiyyətlə Pifaqor teoremini gəlin xatırlayaq. Katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabər. Məsələn, belə verilibdir bizə, düz bucaqlı, üç bucaq. AB katetlərdir. A kvadrat üstəgəl B kvadrat bərabərdir C kvadratı. Bu Pifaqor teoremidir. İndi bizdə katetlər nədir sualda? 6-dır. Yazıram 6-nın kvadratı üstəgəl x kvadratı bərabərdir 10-un kvadratına. 36 üstəgəl x kvadratı 100-dür. X-in kvadratı 64. Deməli x bərabərdir 8. Digər tərəfdən də perimetrində soruşursa 6 üstəgəl 8 üstəgəl 10 eləyir 24. Digər tərəfdən də 3, 4, 5 Pifaqor ədədidir. Bunun 2 qatı 6, 8, 10. Bax 6 ilə 10 var, o birisi çatmayan nədir? Deməli 8-dir. Bundan əlavə Pifaqor ədədləri 5, 12, 13, sonra 8, 15, 17. Bunları da yadda saxlaya bilərsiniz. Bunların 2 qatı, 3 qatı da Pifaqor ədədləridir. Yəni bunları bilməyiniz daha tez sual tapmağınıza kömək olacaq. Sonra 29-cu sualda bizə nə deyilir? Deyilir ki, 20-dən böyük olmayan sadə ədədlərdən ibarət olan sıranın medianını tapın. 20-dən böyük olmayan sadə ədədlər hansılardır? 1 nə sadədir, nə mürəkkəb uşaqlar. Çünki 1-in yazdığım bir dənə böləni var. O da 1-dir. 2 sadədir, 3 sadədir, 4 deyil, 5 sadədir, 7 sadədir, 11, 13, 17 və 19. Bunun medianını tap deyir. Median nə deməkdir uşaqlar? Bax, burada neçə dənə ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Əgər 19 olmasaydı, məsəl üçün, düz ortada duran, median sözünü mediumdan yadda saxlaya bilərsiniz. Düz ortada duran olacaqdı median. Amma burada axı 19-da var, cüt saydadırsa, ortada duran ədədlər hansılar olur? Bu ikisi olur. Nə edirsən? 7 ilə 11-i toplayıb 2-yə bölürsən. Yəni ədədi ortasını tapırsan. Bu da eləyəcək 9. Və median tapdığınız zaman uşaqlar ədədləri ya artan sırayla düzürsüz, düz ortada duranı götürürsüz, ya da azalan sırayla düzüb ortada duranı götürmək lazımdır. Sonra 30-cu sualda bizə nə deyilir? Deyilir ki, bir daxili bucağı 150 dərəcə olan düzgün çoxbucaqlının bir tərəfi 5 cm olarsa, onun perimetrini tapın. Baxın uşaqlar, bir daxili bucağı, məsəl üçün belə yazıram çoxbucaqlını. Daxili bucaq 150 dərəcədirsə, ona qonşu olan xarici bucaq nə qədərdir? 30 dərəcədir, düzdür? Mən də bilirəm ki, istənilən en bucaqlının xarici bucaqlarının cəmi 360 dərəcədir. Tərəf sayı da n ilə göstərirəm. N tərəf sayıdır. Onda bir xarici bucaq düsturundan istifadə edirsən. Bir xarici bucağı tapmaq üçün. Ümumi 360 demədikmi? 360-ı n-ə bölürəm. 360 bölünsün n 30-a bərabərdir. Baxın, bir xarici bucağı. Düzgün çoxbucaqlı olduğuna görə bütün bucaqları, bütün tərəfləri bərabərdir. Bütün daxili bucaq bərabərdirsə, bütün xarici bucaq da bərabər olacaq. Nəysə, çox danışmayayım. N-i də buradan tapanda 360-ı bölürük 30-a. N də bərabər olur 12-yə. 12 tərəfliymiş bu. Hər tərəfi də 5 santimdir. Deməli, nə etməliyəm? N vurulsun A. Tərəf sayı 12-dir, uzunluğu da 5-dir. 12 vurulsun 5 olacaq 60 santim. Yada ki, uşaqlar, ikinci həll üsulunu qeyd edirəm. İkinci üsuldan belə yaza bilərsiniz. Bir daxili bucağın düsturundan istifadə elə. Bir daxili bucaq. Sən bilirsən ki, düzgün n bucaqlının daxili bucaqlar cəmi 180 vur n çıxılsın 2 düsturundan hesablanır. Bu ümumi hamısının cəmidir. Məsələn, 5 dənəsi varsa uşaqlar, qoy qəşəng çəkeyim. 6 dənəsi olsun, heç nə olmaz. Tutaq ki, 6 dənəsi varsa, bunların hamısı bir-birinə bərabərdir. Neçə dənə var? 6 dənə alfa bucağı var. Yəni, bütün cəmi 6-ya bölsəm, bir dənəsindən düşən bucağı taparam. Eyni məntiqlə yadda saxlaya bilərsiniz. Düzgün n bucağının daxili bucaq cəmi 180 vur n çıxılsın 2-dir. N-ə saya böləndə də bir dənəsinin qiymətini tapıram. Yəni, bərabər götürürəm uşaqlar. Neçə veribdir? 150. Bunun tənliyi həll edirəm.
180 vurub açıram. 180 vur n çıxılsın. 182'ye vurdum 360. N'i də 150'ye vurdum 150 vur n. 150 n'i keçirdirəm sol tərəfə. İşarəsi dəyişir. Olur mənfi 150 n bərabərdir. Mənfi 360'ı da digər tərəfə keçirdəndə olur müsbət. Buradan da 30 n bərabərdir 360. N bərabərdir 12. 12 dənə tərəfi var deməli. Hər tərəfi də 5 santimdir. Deməli o perimetrdə tapanda 12'ni vuracaqsan 5'ə, deyəcəksən 60. Bu da belə. Bundan sonraki da buraxılış imtahanlarının izahlarını paylaşacağım. Sağ olun.